Onda biz keçən dəfə qeybət barəsində danışdıq və söylədik ki, qeybət həqiqətən də böyük günahlardandır. Bəli, qeybət. Eyni ilə onda həsəd də böyük günahlardan olur. Bəli. Və bu barədə Qurandan, həmçinin sünnədən dəlilləri zəhmət olmasa ki, Demək, dinləyicilərimiz Quranda Allah Taala məsələn Quranda kitab əhlini, yəni kafirləri zikr edir və onların müsəlmanlara olan həsədini qeyd edir. Və bu da dəlildir ki, bu əməl bəyənilməyən bir əməldir. Məsələn Allah Taala deyir ki: "Əm yahsudunən-nase alə ma atahumullahu min fadlih." Yoxsa onlar Allahın öz lütfündən verdiyi insanlara həsəd aparırlar. Və sair bir çox ayələr var. Ancaq o ayələrdə Allah Taala demək kitab əhli barədə, kitab əhlinin həsəd apardığını. Başqa bir ayədə Bəqərə surəsində Uca Allah buyurur ki: "Vaddə kəsirun min əhlil kitabi law yaruddunakum min ba'di imanikum kuffaran hasadan min indi anfusihim." Deyir, kitab əhlindən bir çoxu sizin iman gətirdikdən sonra, yəni həsədləri ucbatından siz iman gətirdikdən sonra sizi küfrə qaytarmaq istəyirlər. Yəni sizə olan bu həsədlərindən. Və bu dəlildir ki, demək həsəd möminin yaraşan bir sifət deyil. Yəni bu kafirlərə və münafiqlərin sifətidir. Və həmçinin də bayaq qeyd etdiyimiz Allah Taala iblisə Adəmə səcdə etməyi əmr etdikdə iblis təkəbbürlük etdi. Həsəddən. Və dedi ki, "Ənə xeyrun minhu." Yəni özünü yuxarı dartdı. Həm yuxarı dartdı, həm də Adəmə olan həsədindən. Dedi ki, "Mən ondan daha xeyirliyəm. Xalaqtani min narin və xalaqtahu min tin." Sən məni oddan yaratmısan və onu isə torpaq palçıqdan yaratmısan və mən daha xeyirliyəm. Və həsədin elə günah olaraq, yəni iblisin sifəti olması kifayətdir ki, ondan insan çəkinsin.